Herkesin her vaxtı xeyir dostlar, necəsiz? Gəlmişik Leysin zavoduna Almanya'da. Leysin zavoduna Frankfurt'ta. Deməli, mən də birinci dəfədir bundan yükləyirəm. Hələ, yəni ilk şeyimdir, praktik eləyirəm. Girişdə ofisdə dedilər ki, bütün sürücülər özləri yükləyir. Dedim, heç nə. Yükləyir də. İnanırsınız, bu da mənim üçün fərqli bir iş şeyi oldu. Deneyimi oldu. Birinci dəfə də belə bir şeylə məşğulam. Amma bilirəm ki, Almanya'da yəni çox sürücülər özləri yükləyir. Mən ona görə Amazon'da işləyirəm, özüm yükləməyim deyə. İnanırsınız, bunu sürməyə çox çətindir. Buna bax, hərdən gəlir, hərdən gəlmir. Avtokar sürən görür burada işıq yanır. Elə bir kameradır, mənə əl edir. İnansız çox çətindir bunu sürmək. Yəni tırı sürmək bundan asılıdır. Bu hələ adam tuta bilmir. Bunun teması yəni hara eləyəndə hara gedir. Bizə öyrəşənə qədərdir. Bir gün səhərdən axşama qədər sürsən öyrəşəcəksən. Heç xoşlamadığım şeydir də özüm yükləmək də. Ona görə bu Alman işlərindən zəhləm gedir. Sponjetlə bərk bağladıq.
Yaxşı. Biraz saç keçidə bağladıq. Bir sənədlərimizi alaq tərpənək. Qaçdıq ya aradan ya. Zəhləm gedir də elə özün yüklə, özün boşalt. Nach 400 Metern im Kreisverkehr erste Ausfahrt L3195 nehmen. Bu Almaniyanın hər yerində belədir. Özün yüklüsən, özün boşaldırsan. Ona görə heç xoşlamıram belə bu işləri. Almaniyanın çox işləri belədir. Özün yüklüsən, özün boşaldırsan. Çıxaq buradan yavaş-yavaş qoyaq üstünə. Mən yükləndə belə olur da. 2 saat, 2 saat yarım, 3 saat çəkir. Düzü birinci dəfə idi yükləyirdim. Birinci dəfə deyəndə ki, yo, ikinci dəfə. Bir dəfə də başqa yerdə yükləmişəm. İkinci dəfə idi yükləyirdim. Xamlıq eləyirəm. Amma sizi deyim, o transpaleti sürmək çətindir ha. Tırı sürmək ondan rahatdır. 3 dənə belə yan-yana Evropaletlərdir. Onlar standart olur da, belə 3 dənə yan-yana gedir. Evropalet olmayanda biri yekə olur, biri balaca olur. Azərbaycanda bəzi yerlər Evropaletlə işləyir, bəzi yerlər yox. Bu Evropaletlər dar olur, bir-birlərinə elə bil yükü vuranda kip oturur da, heç yer də qalmır. Demək olar ki, 1 sm, 1 sm hər tərəfdən belə yer qalır. Elə onları kip vurmalısan ki, dar vurmalısan ki, yükü rahat vura biləsən. Üstündəki yük, paletin üstündəki yük ola bilər də 2 sm sağa çıxar, sola çıxar. O da ilişir sağdakı, soldakı şeyə, ya divara sürtür, ya yükə sürtür. Onu da streçləyiblər axı, cipsini streçləyiblər. Streç də yapışqan kimidir, klokdur da. Biri o birisinə yapışır, bunu da sürüyüb aparır, ya cırılır, nə bilim, nəsə olur da 100%. Ya yükü saxlayır özündə, paletin üstündən düşür yerə. Bir-iki dəfə oldu məndə. Amma yox, səliqəli vurdum, həqiqətən səliqəli vurdum. Bölümdə Ukraynalı vardı. Onunla baxıram, gedə baxıram onun yükünə, deyirəm, amma nə günə vurmuşsa, bu nə gündədir? Sponzetlə də yalandan belə doladı. Heç taram dartmadı da, bildiniz. Getdim bir dənə belə bir dənə mikrofon aldım. Daha indən belə səsim net, dəqiq gələcək. Prosta bu hərdən mikrofon qopmaları, bu səs getmələr zadı olur. İndi bilmirəm o necə olacaq. Onu indi prob eləyərəm, yoxlayarım, görüm harada nə olur, qırıqlar zadlar həll eləmək olar. Sənətlər də bu qədər kağız verir, zəhləm gedir də kağız işindən də, bunları verməyin də mənə də. İçəridə də Almanın biri elə bilir o kameradır, mikrofona belə baxır, işığı yanır axı üstündə. Elə bilir ki o kameradır, hərdən belə əl eləyir. 2 dəfə ya, birini belə elə bildim səhv başa düşdüm də, yəni üzümü çöndərəndə gördüm. Bir də üzümü belə çöndərdim, təzdən belə elədim. Dedim hə, uzaqdaydı biraz. Kutkanı da kutka deyirəm, balonkanı da geyinmişəm. İçəri də buz kimi ya. Ora cipsinin zavoduydu, skladıydı, nə idi? Gedək yavaş-yavaş. Bunu verək. Dispetcher də bu tərəfdən bezdirib ki, mənim nə oldu, haçan çıxacaqsan? Canavazlar haçan çıxacaq. Çıxanda özün görəcəksən də.
GPS-i var da maşının da özü görür. Oğul əşkədə güya görmürdü. Ki xəbəri yoxdur. Nə oldu çıxdın, nə oldu çıxdın. Sənədə at. Nə bilim Allah, neynə? Yəni, bir kəlmə yazdım ki, özüm yükləyirəm. Çıxanda xəbər eləyəcəm, sənədə də atacam. Deməli, biz canlar deyərlər, Frankfurtdan çıxdıq, gedirik Dortmund. Biz 45-ci yoldan gedəcəyik. Dortmundu hardasa deyim də sizə, yəni Köln, Bonzad oralardan keçməyəcəyik. 45-ci yol biraz belə orta tərəflərdir. İşlədik vəhşi kimi bir dənə Red Bull'dan zaten açaq. Şokolatı gördüm, yadıma düşdü. Bu şokolat bu şokolatdan deməli İspaniyaya işləyəndə, Polşada mən İspaniyaya işləyirdim. Bundan 2-3 dənə alırdım, atırdım maşına, Alman şokolatıdır. Alırdım, atırdım maşına. Deməli, Polşadan Amazon pirçep götürmüşəm, gedirəm şeyə, İspaniyaya. Korоче, getdim, çatdım İspaniyaya, Amazonun yerini tapa bilmirəm. Google'da axtarıram. Yaxınlaşdırıram belə kənddir, belə baxıram. Bu nədir belə? Burada zavod yoxdur, bir şey yoxdur. Məni navigator niyə bura gətirib salıb? Haradasa bir 3-4 dəqiqə dayandım. Bir dənə Passaledini, bir dənə şey, Audi gəldi, saxladı qabağımda. İçində ailə ilə, uşaqla, zadla. İspan da ha, yəni ten rəngi bizim rəngimizdir də. İspan dilində danışır. Danışığından tutdum ki, bu məndən ünvanı istəyir də. Yəni soruşur ki, hansı ünvana gəlmisən? Semer var idi. Semerdə göstərdim ki, bu ünvana gəlmişəm də. Dedi, kollega, follow me. Dedim, heç nə. Düşdüm bunun dalınca, o kəndi mənə çıxart. Çıx qaqaş, çıx yola, çıx. O bir dənə dar kəndidir. İnanırsınız, bölümdən bir dənə streyçə maşın gücdən keçir də. İspan kəndləri də, şeylər, şəhərlərin özü də, İspan qəsəbələri zatları çox dar olur da. Mən də gedib girmişəm ora. Dedi, kollega, follow me. Dedi, mənə bomba kimi, qaqaş. Mən səni göydə axtardım, yerdə tapdım. Mən səni göydə axtardım, yerdə tapdım. Nəysə, bu məni düz kəndə belə fırlatdı. Bəlkə bir 15 dəqiqə kənd fırlanmışıq hələ. 15 dəqiqədən sonra çıxdıq belə qlavni yola. Bir 3 kilometrdən sonra təzədən belə girdik sağ tərəfə. Girdik sağ tərəfə. Sağ olsun, düz apardı, Amazonun qabağına çıxartdı. Saxladı hələ Amazonun qabağında. Mən də gəldim, onun arxasında saxladım. Gəldi mənə yenə İspanca, çox güman fikirləşirəm ki, yəni, o sözləri deyib də. Yəni, dedi, sənin axtardığın Amazon buradır. Sağ olsun, mənə apardı, çıxartdı ora. Bundan da xaladenikdə var idi həmən moment. Fikirləşdim, neynim, bunun yaxşılığına bir dənə qarşılıq eləmək lazımdır da. Mütləq. Xaladenikdə bir dənə bundan var idi. Çıxartdım, verdim. Belə pəncərədən verdim buna. Nə qədər elədi, götürmürdü. Məcbur atdım, sizə alırdı, götürdü. O da çox sağ ol dedi, nəysə belə çıxdı, getdi. O İspanın mən yaxşılığını heç vaxt unutmaram. İspanlar bilirəm belə yaxşılıq eləməyi çox sevirlər. İspanlar da, İtalyanlar da. Bax bu çox kasıb ölkədirlər. Deyim sizə, bir Polşa kimi şeydirlər də, yəni qazancı az ölkədir. Amma hətta Polşadan da aşağıdır, sizə deyim. Kasıb ölkədir, amma mən o kasıb ölkə həqiqətən, yəni yaşayaram da İspaniyada da. O imini o millətə görə orada yaşayaram. Çox gözəl millətləri var.
Baxın, Almaniyanın havası baxın budur. Yay, qış budur. Hava tutunuq, yağışlı. Ancaq belə yağış yağır, ancaq. Hələ bayaq Leysan gedirdi, Leysan. Mən ora yükləməyə gedəndə sənədlərimiz adımı verdim, girdim yükləməyə. Dəhşət yağış yağırdı. Yavaş-yavaş axşam düşür. Yəni belə baxıram ki, mən çata bilməyəcəm Amazona. Hardasa bir 70-80 kilometr gəlmişəm. Amazona çata bilməyəcəm. Dispetçerə indi yazacağım ki, bu qalsın sabaha. Taxografın vaxtı da qutarır. Çatmayacam. Dispetçerin də xəbəri olsun. Super BMW'lər, Mercedeslər, Audi'lər digər hamısı şeydir, universaldır. Sedan deyil. Bizdə Azərbaycanda sedan maşını xoşlayırlar axı. Hamı sedan maşını alır. Burada da veş daşımaq üçün idealdır da o universal maşınlar. Amma bunlar itlərini, pişiklərini ya belə veşlərini yığırlar, gedirlər Fransada kampda qalırlar, nə bilim, nə edirlər. Belə veş yığmağa idealdır da, bomba kimidir. Fikir verin, yəni əksər maşın 80%, 70% şeydir, universal maşınlardır. Sedan maşın çox azdır. İndi səsim normal gəlir, hə? Həmişə kamera orada olanda səsim biraz çətin gedirdi ora. İndi qışqırmağa, bağırmağa son. Axır ki bu mikrofonu da aldım, canım qutardı. Buralarda 300 ildir təmir olunur, hələ bu təmir edib başa çıxa bilmirlər. Bunlar da Rus kimi deyir. Rusda da belədir. Bax toçunu. Yolu, bir dənə yolu neçə illər təmir edirlər. Bir damcı hissəni təmir edəcəklər. Neçə vaxt təmir gedir orada. Yoxsa bizdəki kimi alta doldurdular torpağı üstündən, bu nəzirlikdə asfalt getdi. 2 günə. Yolu enlədirlər, bu tərəfi qazıb şey deyiblər, dağı yarıblar, fikir verirsiniz. Burada da körpü fason. Buradan da körpü eləyəcəklər. Yəni zolaq çox olacaq. 2 gediş, 2 gəliş yox, yəqin ki 3-4 gediş gəliş olacaq. Nəysə canlar deyirlər, bir dənə mən parking tapım. Qəşəngcənə park edeyim orada. Axşam düşür. Yükü sabah çatdırmalı olacaq. Balaca parkingdir bu, böyük olsa. Baxın, balaca parkingdir.
Düzdür, tırlar dayana bilər, amma xırdadır da. Mən istəyirəm biraz yekə bir yer olsun. Biraz yağış yağır ha. Biraz yağış yağır. Bura görürsüz də gözünüzün qabağındadır. Ancaq elə podium düşürsən, qalxırsan da. İnansız bu Iveco'da can yoxdur ki, bu şeyləsin, podiumu qalxsın. Adi zimeykalayır. Baxıram, düşürəm, qorxuram hərdən. Düşürəm, baxıram təkərlərə ki, təkərin şporu zadı var, baxıram, hə, yerindədir. Bu niyə zimeykalayır? Adi yer belə çox azcan qaz verirsən, zimeykalayır maşın. Niyə eləyir bilmirəm. Gözüm qorxmağa başlayıb ki, mən qar yağanda burada neynəyəcəm, yaxşı. Buranın podiumu var, spuska düşəcəm, qalxacam. Bu heç yağışda belə sürüşür hələ bunun təkəri. Mən qarda nətər sürəcəm bunu? O boyda Rusiyaya gedəndə, nə bilim, Moskvada da var. Məsələn, MKAD-da belə yollar var ki, belə düşürsən, azcana qalxırsan da, çox az belə maliyyə. Çox az belə düşürsən, qalxırsan. Yəni, qarlı vaxtlarda qardaşım gedib, keçən təkərlə getmişdi birinci reysində. Birinci ildi, yoxsa ikinci reysində, o tam dəqiq bilmirəm. Özlə baxsa güləcək videoya. Qardaşım birinci yoxsa ikinci reysində o bir damcı belə azı aşağı podiumdur, biraz da belə qalxırsan da. MKAD-ın çox yeri elədir də. Adi o keçən təkərlə Azərbaycandan getmişdi şeyə, Moskvaya. O podiumu düşmüşdü, probkaymış deyə qalxa bilməyib, qalıb çökəkdə. Bir dənə özbəklər yoxsa taciklərmi gəlib Oğazla kömək ediblər buna qalxmağa. Şey ediblər, buksur ediblər. Yəni o yadıma düşür ki, indi mən burada necə edəcəm? Dispetcher yazdı ki, parking tapanda saxla. Mən yazdım axı onu. Yazdım ki, bugün çata bilməyəcəm, taxografı qutarır, vaxtı qutarır. Hündürlüyə bax, bomba kimi hündürlükdə iyi. Bu aşağı hissə, Almaniyanın aşağı hissələrini ona görə sevirəm ki, dağlıqdır, mənzərəsi superdir. Amma yuxarı hissələr Hamburgdur, nə bilim, Berlindir, Kölündür, nə bilim, emin o yuxarı hissələr də, oralarda elə dağ-dərə yoxdur. Yəni aşağıya nisbətən yoxdur, ha, yenə dağı dərəsi var, amma aşağıya nisbətən elə deyil. Amma aşağı hissələr, Bavariya hissələr çox qəşəngdir. Qabaqda bir dənə parking qaralamışam. Yekə bir yerə oxşuyur. Dən dənə də normal, iri bir yerə oxşuyur, ha. Sağlı sollu tırlar dayanıb. Hətta balaca maşınların yerində də dayanıblar. Gedək görək ora necədir. Normal yer olsa qalacağıq orada gecəni. Vaxtımız da 20 dəqiqə qalıb. Parkingə çatırıq. Haradasa 1-2-3 kilometr qalıb. Buralara yağmır, hələ Badenə yağır, nə bilim, Bavariyaya yağır yağış. Buralarda nəsə yağmır. Tənbəllik eləməyin, bir dənə orada abunə olana basın, bir də videonu bəyənin, sizdən başqa etsin istəmirəm. Sağ olun, salamat qalın. Burada yer yoxdur. Bax, görürsünüz, burada sağ tərəfdə saxlayıblar. Okey.
Hə dostlar, bura qədər izlədinizsə, sağ olun, salamat qalın, özünüzdən müğayət olun. Biz də burada yavaş-yavaş özümüzə yer axtaraq. Görürsünüz də, parkingin sağlı sollu hər tərəfi doludur. Normalda parking belədir, bir də belədir də, yəni ağac formasında. Amma bunlar belə arxasızca saxlayıblar. Yer yoxdur da nə qayraq. Sağ olun dostlar, özünüzdən müğayət olun. Mən də yer tapım buralarda saxlayayım. Sağ olun, salamat qalın.